Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Rasim Balayevin ölümü onu sevenleri çok məyus etdi. Təsəvvür edək, qəbristanlıq boşalıb, sükut çöküb və birdən tarixin dərinliklərindən iki əzəmətli kölgə boylanır. Biri Babək, digəri isə haqq yolunda soyulmağa hazır olan, gözlərində sonsuz bir kədər və hikmət daşıyan Nəsimi. Babək xırıltılı və yüksək səslə, "Qalx ey mənə" səsini verən adam. Sən məni dörd divar arasından, tarixin tozlu səhifələrindən çıxarıb, yenidən bu xalqın qəlbinə hakim etdin. Mən sənin baxışlarında yenidən doğuldum. Sən qışqıranda mən gürladım. İndi qılıncım yetim, nərəm səssiz qaldı. Amma sən ölmədin. Nə qədər ki bu millət azadlıq deyir, sən mənim qanımla boyanmış o qırmızı libasda yaşayacaqsan. Haqqını halal et. Məni xalqıma sevdirən sənətkar. Nəsimi diz çökür, məzarın torpağını sığallayır. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Amma sən məni bir ekrana, bir səhnəyə, ən əsası isə milyonlarla insanın ürəyinə sığdırdın. Allah rəhmət eləsin.